Hamıya salamlar dostlar. Zev Show'un birinci səsini açıq elan edirəm. Yəni bildiyiniz kimi TikTokda hər çəkilən video 50 manat pula göndəririk. Sadəcə olaraq mən fikir verdim ki, hələ ki insanlar yəni tam tutmayıb temanı. Çünki mən baxıram videoya ki, bir-iki dənə mənə video atdılar dünənlər. Baxıram bilin, yəni bu o deyil də. Amma yenə də ödəniş elədilər. Menecer tapşırmışam ki, hamıya ödəniş edin. Nəsə, bu günləri dostlar, bildirmək istəyirəm ki, heç bir videoya baxmamışam. Menecer bu dəqiqə neçə dənə mənə video göndəribdi və bütün ödənişlər edibdi. İndi baxacağıq videoya ki, cəmaatın bacarığı nədir? Belə video 10 dənə olacaq kanalda. Yəni Zev Show 1-dir bu. Olacaq hələ 10 dənə belə. Və 10 dənə qalibimizi finala çıxardacağıq. Bugünkü videoda baxaq görələ finala kim gedəcək. Və finala gedən şəxsə 1000 manat sразу kartına pul vuracam. Və onu da deyim ki, dostlar, final canlı yayında olacaq və seçimimi mən eləməyəcəm. Yəni bütün Azərbaycan xalqı eləyəcək ki, finalistlərdən kim 10.000 manatın sahibi olacaq. Və gəlin dostlar, ilk videomuzdan başlayaq. Getdik. Mənə də maraqlı. Hamıya salam uşaqlar, salam seviriz. İnşallah mənə oy verərsiniz. İndi sizə öz bazarımı göstərəcəm. Birinci suyumuzu içək. Reklam olmasın deyə üstünü çıxarmışam. Suyumuzu içək. Suyumuzu içək bir. Başda Biraz gedə. qidalana. Bu nə bu yemək zad yeyəcəksən. Sən Allah göstər görən nə göstərsən. Mənə də maraqlıdır özüm elə. Abi yeyib içirə prost. Zajqalkan yeməsi yaxşıdır özümə. Yemək yediyinizə görə öz bazarımızı göstərəyim. Davay. Hamı servisliğinə gözləyir. Bax. Sən nə edirsən? Zəhmət olmasa mənə oy verin. Məsələn, İstəyirəm, mənə oy versə çox yaxşı olar. yo həqiqi, yo zərafət qırağı yəni gülməli videodur. Yəni mən ləzzət elədi açıq bu video. Tak ki sənin şansın var həqiqətən final keçmə. Ay mən nə cavab verin. Xəstədirlər bunlar. Bu arada çoxlu maraqlıdır ki, həqiqətən də Zevs hər video 50 manat verir yoxsa yox. Yəni sübut kimi bir dənə video göstərək. Salam Zeys, bazarımı göstərdiyinə görə 50 manat atdın. Çox sağ ol. Dəyməz. İnşallah üstüra keçərəm. İnşallah nə? O inşallah üstüra keçərəm. Sən inşallah yox. Ya zərafət edirəm həqiqətən. Həqiqi gülməli video idi. Bonus şansım var mənim fikrimcə keçməyə. Keçən növbəti video. Salam Zevs, mən Və videonu. Yoxsa belə göndərib nə? Salam Zevs, mən də şovdayam. Qaranlığa bax, gör nə gözəl. Alamlar dəlidirlər ha. Ay billah. Abi neydi abi? Gözlə. Salam Zevs, mən də şovdayam. Qaranlığa bax, gör nə gözəl. Ablar. Ya mən sənə bat qırağa görsən, belə deyim sizə, düzdür. Belə video ödəniş düşmür. Prosta kreativdir yəni həqiqətən də, yəni. İnarsan brat, sən yəni şansın var ki, finala çıxasan. Prosta gələn video nə olacaq bilinmir. Zevs nətər oğlan saysan? Zev Show yaxşı oğlan. Zevs nətər oğlandı? Zev zor oğlan. Rusiyada deyəsən. Ha, məktəbdə la bura. Sən niyə yıxıldın? Çünki Niyə? Zevs'e sən tərkib olmuşsan. Niyə? Zevs'e tərkib Oo. ol. Zev Show. Öpürəm bura. Rебят, походу вы под кайфом. Ya zərəvat qoyaq qırağa əladır. Prosta şans yoxdur ki, finala çıxasan. Yəni üzürlüsən. Çünki bu yəni burada mən bir şey görmürəm. Bu nə? Bunlar bu nədir lan? Bu nə videodur? Sən buna 50 manat pul göndərib menecer mən çat. Sən buna göndəribsə deməli bu cüzdür. Turşisi. Buna maskadalı qaqaş GTA-dan çıxır ya. Uzun kəsmişəm. Niyə yürsən oğlum? Çok buydu. Həyatım nirpəşdi abi lan. Elə bir özüm yiyirəm. Ay billah. Ala. Keçinlə məşğul olsan. Bu nə edir ala? Belə anlam mı? Vallahi deyirəm dostlar.
Yəni böyük şansınız var ki, işte finala çıxıb qalib olasınız. Çünki görürsüz ki, həqiqətən rəqabətçilik yoxdur. Bu nə videolardır sən Allah. Qurandan da olsun belə şou başqası çıxarsaydı, mən udaram, mən birinci yer tutaram özümün. Nə var ki, ola məsələn tutam 10.000 vermirəm birinci yerə, düzdəmirəm. Ged 2-3 minlik maşınla partlat bilim, всё da, mənim fikrimcə qalibsən. Bilin nə bilmi? Söhbəti yox, gözəyalı deyil, yəni prosta yenə də bilin. Neujeli bir dənə normal bir dənə video yoxdur, sən Allah. Siz Zeus Show'ya dəvətlisiniz və müsahibədə deyilir, Zeus Show'da 50 azın mükafat var. Qaydalar belədir. Mahnı oxuya, maraqlı zarafat edə və ya süni intellektlə maraqlı video hazırlaya bilərsiniz. Söhbəti yox, hə, amma ta belə də video yoxdur, sən Allah. Bu nə videodur süni intellektlə? Maraqlı videolar eləmək olar. Neujeli ola eləyən yoxdur, mən çatmır. Şərait var, amma istifadə edən yoxdur. Məsələn, gəlin bir dənə sizə video göstərim. Dünənləri mən menecer atmışdı ki, bunu ödəniş eləyək yoxsa nətər? Baxın bir dənə. Yəni qardaş hardasa fəhləşdir. İndi söhbəti yox, hamının başına gələ bilər. Yəni nə bilirsiniz, sabah bəlkə mən də fəhləşdirəm. Nəsə menecer dedi ödəyək pulu yoxsa nətər? Mən dedim ki, ödəyin. Yəni bez problem. Yəni qardaşın da bacarığı yəni budur da. Yəni bunu çəkib ata bilib ən azından. Vallah deyirəm, yəni bu video hamısından kalitelidir. Gəlin düzün danışaq da yəni. Ödənişə də qalsa baxın dostlar. Bir saniyə. Həmən qardaşdır bax. Tamam qardaşım, Allah sənin köməyin olsun. Zehra çox salam dedi, Allah razı Öpürəm, olsun. dəyməz. Çox sağ ol, Allah haqqı ehtiyacım var idi. Allah Yəni bunu köməyin biz olsun. ona ki göstərmirik ki, başda nə bilim, işte o ödəniş həqiqətən verir falan. Prosta söhbət ondandır ki, adamı yandırır ki, bilin. Hamı 50 manatdan göndərirəm. Dünənləri yalan sizə deməyim, bir 7500 idi deyəsən gecə vaxtı. Yəni rasxod çıxıb obşu. Amma ortada bir dənə video yoxdur yəni. Heç çoxunu paylaşmayacağam burada. Yəni baxıram, bir dənə bacarıqlı bir şəxs yoxdur. Yəni belə videolardır. Ha, dəlixanadır. Sonra buna basan Allah. Zeus, mənim videoma baxsan sağ ol. Всё. Bildiniz yəni bu da yəni göndərir videonu. Yəni mən şokdayam Allahın da olsun. Mən prosta bilmirəm nə deyim. Sonra Salam, mən Zeusun şousunda iştirak edirəm. bu niyə sifətin bağlı? 10 dənə turnir quracam. Estağfurullah. Qurana and olsun, ya mən şokdayam da. Yəni bir nəfər yoxdur la, mahnı oxusun, nə bilim, süni intellektlə bir dənə video düzəltsin, nə bilim, Zef tullanır, yuxarı uçur, nə bilim, ya da özü bilmirəm, yəni mən şokdayam Allah, mən bilmirəm bunları nə deyim. Sonra nə baxın, göndərilən videoya baxın, şoka düşəsiniz özü bunu. Sonra bax bu nə idi? Mən Zevsin keçirdiyi şoya qatılıram. Bərbərəm, saç videolarına baxaq. Söhbəti yox, yəni gəlin belə deyim, yəni nə də olsa Zef Show birincisidir, yəni söhbəti yox. İndi bu videoya yəqin baxacaqlar və gələn ucu Zef Show 2 montajla falan mən də üstündə işləyəcəm videonun. Məsələn, normal bir şey ortalığa çıxardacaq, məsələn, rəqabətçilik olacaq. Amma mən belə baxıram ki, bilin, valla rəqabətçilik yəni sıfır. Sonra bir dənə qardaş video atıbdı. Nə səs kalitəsi var, nə bir şey, nə bilim. Yola verdi də, prosta nə 50 manat götürsünlər, bir şey. Mən yəni şokdayam. Bile yandı. Yayda çəkib qaqaş, nə bilim, indi qış deyil. Yana. Qaqaş göt baş oldu bilə. Nəysə bu da qısaca maraqlı video idi. Sonra baxın bir dənə atdıqları video. Sonra valla mən şokdayam prosta. Mən Elvin bu videonu Zeusun şousunu çəkirəm. Özüm təsərrüfatla məşğulam, yəni 2 dənə şousunda iştirak edirəm. Buna deyir Zefsin şousunda iştirak edirəm. Amma yəni səs eşitdirmir, nə kalite var o videoda, nə səs var. Buna atılıbdı görəsən video sənə. Bax buna 50 manatsa düşüb eləmirsən. Bir dənə gözləyib qaqaşın sifətinə baxaq. Deyəsən göndərilibdi. Əlimə xəbərdə buradan Zeusa təşəkkürlərimi bildirirəm. Dəyməz qardaşım, halal xoşum.
Dəli şeytan deyil, qoşul Zevsin şousuna. Onsuz da məndən bir şey getməyib. Videolarımı paylaşacağım. Bir dənə orada hashtag qoyub qabağına Zevs show yazacağım, sonra Zevsdən pul dartacağım. Bu temadır bu video. Blin, kısaca bu menejer aşağıdan yazmış ki, işte o en normal yani zəhmətkeş video varsa budur. Temadır sana. Bu da kısaca finala çıxa bilər. Elə böyük ehtimal məncə bu finala çıxacaq. Prosta yenə də baxaq videolara. Bu nə? Zevs'in yarışına katılın da bilet. Bu nə? Zevs'in yarışına katılın. Allah kaçta da ala belə video düzəltdilər ala. Bir dənə görüm. Zevs'in yarışına katılın da bilet. Zevs'in yarışına katılın da Ala bunu eləyən bilin dəlidir falan. Oy Allah'ın da olsun. Nəysə olsa gəlin deyən uzatmadan qalibi seçək. Deməli, mənim fikrimcə burada yəni açıq rəqabətçilik yoxdur. Yəni burada bir dənə normal video mən görmədim. Birinci videoydu maraqlı. O qaqaş çəkibi, zaj qalxan belə tez-tez tutur. Nəsə deyən gülməli videodur amma yəni sizcə finalda nə edə bilər uşaq? Məncə heç bir şey. Elə yenə zaj qalxan qoyacaq qabağına. Belə güc hərəkətlər Hə belə amma uğurlar arzulayıram ona da. Nə də olsa 50 mat qazandı. Yəni 10 yaşında uşaqlar mən inanmıram ki 50 mat qazanır, yəni prosta havadan. Bir də şeytan paltarı geyinən qaqaş. Bilinir ki, yəni əziyyət çəkibdi. Amma mənim fikrimcə daha yaxşı eləyə bilərdi. Sadəcə olaraq işin ciddiyyətinə elə yəqin ki qəbullanmayıb. Yəni qəbul eləməyibdi. İndindən belə yəqin eləyər əgər finala çıxsa. Bir də ki o qaqaş var idi, qaranlıq videosu. Bildiniz hansı? Prosta o da nə çəkəcək sizcə? Finalda çıxsa patoloku bu səfər də lampanı çəkəcək, paylaşacaq. Mənim fikrimcə dostlar, burada qalib yəni əslində qalib yoxdur burada. Amma mənim fikrimcə finalda şeytan paltarını geyinən qaqaş nəsə eləyə bilər. Ona görə də qalib qaqaşdır. İndi heç bir şey, indi əlaqə quracaq. Kartına perevod eləyəcəm 1000 manat. Story'də falan da paylaşacağım, görərsiniz özünüz. Çünki videonu istəyirəm tez montaj eləyəm, sırası paylaşım eləyəm. Nəsə bugünlük bu qədər. İnşallah Zevs Show 2-də görüşərik. Yenə deyirəm sizə, çəkin videonu, yəni partlayış bir dənə eləyin. Yəni sizə garanti verirəm ki, finala çıxsaz 1000 manat ən az qazanırsınız. Finalda isə 10.000 manat mükafat verirəm. Nəysə, açığı bu video ürəyimcə olmadı. Siz də indi kommentlərdə yenə də yazın, ürəkdirək verin ki, ala yox, normal video idi falan. Biraz həvəsimiz artsın. Nəysə, rasxod məndən, like sizdən. Öpürəm hamını, görüşərik.